torlara getmişəm, hətta mənə bir corab verib. Alla Bokaçova mənə duet təklif edib, amma təklifini qəbul etməmiş. Rep mövzusu var idi, sanki rep dediniz və buna görə də həm tənqid olundunuz, həm çoxlu müzakirələrə səbəb oldunuz. Alim müəllim, niyə belə eləyirsiniz? Mən də istəyirəm qəşəng bir özümə uyğun rep deyəm inşallah. Onun üzərində işləyirik. Respublika muğam müsabiqəsinin qalib olmusunuz. Həmin müsabiqə indi də keçirilir. Amma siz münsiflər sırasında yoxsunuz. Ora mən çox belə ciddi baxmıram. O kimsə gələcəksə gələcək. Düşünürsünüz ki, orada da yekun seçimlərdə bir ədalətsizlik var, yəni biri 9 verir, hamısı 9 verir. Biri 8 verir, hamısı 8. Bu beləçə şey, yəni adamın nəyinə baxım mən? Əslində Alim müəllimin bütün qərarlarında həyat yoldaşı çox aparıcı rol oynayır. Elə indiyəcən vuruşuruq. O qoşduğuna əl çəkmir, mən də qoşduyuram. Amma nəsə elə mən də deyirəm ki, yox, mən deyən olsun, mən deyən olsun. Hələ indiyəcə gedir, tam tabi olmamışam. Bu qədər tanınmaq, şöhrət sizi qorxutmurdu? Mənə evdən çıxanda mənə qoymurlar. Ay bunu geyim, bunu geyim. Ay deyirəm, mən nəyi geyinim? Ay yox, bu biraz uzundur, bu biraz cındırdır. Ay deyirəm, mənim üçün rahatdır, içindən mən onu özümü rahat istəyirəm. Mən əksinə o şöhrəti hələ çox sındırmaq istəyirəm, mənə qoymurlar. Daha aydın. Hər həftənin cümə günü 20:00-da Biznes TV-də.